Nazilə Səfərli bir qəribə açıqlama edib. Həmin müğənnilər oğullarla əlbirdir. Hansı müğənnilər Nazilə xanım? Nazilə Səfərli, bəli, ona ünvanlanan suala cavab verib. Axşam nöqtəsi xəbər verir ki, şair Nazilə xanım, yəni o son günlər sənətçilərin məclisdə onlara verilən pulları paylaşmasına söz atıb. Bizim hər birimiz görürük də. Belə əllərində saatlarla o pulları göstərirlər, insanlarda aqressiya yaradırlar. İnsanlarda insanın daxilində bir paxıllıq var, bir qibtə etmək var. Hamımız düşünür ki, axı mən də insanam, mən də istəyirəm ki, əlim o pulları görsün, alım, xərcliyim, niyə o pulları onlara verirlər? Suallar qoyuruq da, yəni bir oxumaqla insan bu qədər pul mu qazanar? Bir dənə bayağı mahnı oxuyursan, gətirirlər sənin əlinə birdən-birə 10.000 pul verirlər. Bir bayağı mahnıya görə və görək Nazilə xanım nə deyib. Məclisdə olanlara verilən pulların paylaşımına söz atıb. İnsanlar göstərişi sevir. Soğanlıda toyda oldum. Soğanlıqda toyda oldum. Yol boyu hamı soruşur, sən nə mər, çoxlu yüzlüklər vermədilər, o biri müğənnilərə verildi, sənə yox, tuta ki verdilər, sənə nə? Cəmaat baxsın, görsün, hansı müğənnilər onlara verilən pulları paylaşır, onlar oğrularla, quldurlarla şərikdir. Onlara söz ötürürlər ki, burada pul var. Sonra həmin evin sahibi 100-200 min dollar ziyana düşür. Nazilə xanım, siz nə danışırsınız? O əllərində çoxlu pullar olanlar var, göstərirlər. Onlar oğurlarla əlbirdir. İlahi, Allah adam pis adamlardan qorusun. Elə ona görə həmişə mən də tövsiyə edirəm ev sahiblərinə ki, pullarınızı belə xərcləməyin. Hər adamlara bax, axırı belə olur. Məhz Sara Səfra Bahadurdan bu qədər. Barmağımı sevməyənlər məhz sizə gəlsin.